PFL komandasının baş məşqçisi Elxan Səmədovdur. Əziz tamaşaçılar. Və bir qədər sonra artıq mübarizəyə start veriləcək. Azərbaycan Kubokunun finalında qeyd etdiyim kimi Araz Naxçıvan və PFL komandaları üzrə gəlirlər. Araz Naxçıvan əsas liqada, elit liqada növbəti çempionluğunu qazandı. Belə ilə Knyaz Əmir Aslanov işarəsini verir və Azərbaycan Kubokunda final görüşü başlayır əziz tamaşaçılar. Ötürmə dəqiqdir. Emil Abbaszadə yaxşı keçir. Xırda hərəkətlərlə ötürmə cinaha indi. Qüvvətli zərbə və top direğin yanından keçir. Nurlan ötürmə dəqiq deyil. Ötürmə PFL komandasının hücum cəhdi və gol! Hesab açılır finalda. Elçin İsmailov PFL komandasını hesabda irəli çıxarır. Araz Naxçıvan irəliyə çıxarkən topu itirir və qurulan hücumu qolla yekunlaşdırır PFL komandası. Ara ötürməsi Xəzər zərbə indirir və gol! Hesab bərabərləşir. Kubokun finalında 7 dəqiqənin tamamında hesab bərabərdir. Ülvi Əliyevin ötürməsi və Xəzər Ağalizadənin zərbəsi hesaba tarazlıq gəlir. Əli Həsənzadə riskli oynayır Əli orada. Qapı boşdur və gol! Nicat Qafarlı Əli Həsənzadənin o səhvindən maksimum yararlanır və topu mərkəzdən də geridən qapıdan keçirir, qapısının əldə olmasından istifadə edir və PFL hesabda irəli çıxır. Ötürmə irəliyə Elçin İsmailov ondan irəliyə zərbə üçün imkan var amma Əli Həsənzadə qola mane olur. Önündə Emil. Ülvidən zərbə və qapçı İmran Məhərrəmov seyv edir. Ramazanın ötürməsi keçmir. Nicat Qafarlı sol ayağında Nicat. Qapçı təkrar zərbə və gol! PFL hesabı 3-1 edir əks hücumda. 22 nömrəli oyuncu Ragif Eyvazov. Emil. Yenidən Elçin istiqamət ötürmə. Elçin İsmailov iti bucaq və gol! Çox mükəmməl bir zərbənin şahidi olduq. O iti bucaqdan xətt düzər. Emil ara ötürməsi indi. Növbəti qolu vurmaq olur amma çərçivəyə düşə bilmədi. O topu çıxardı. Xəzər Ağalizadə. Ondan zərbə yenə İmran. Yenə İmran, yenə İmran. Qədirli əl ötürmə. İndi hesabı artırmaq olar və gol! 5-1 olur hesab. Davar ötürməsi gözəl. Vuruş gözəl və hesab 5-1'dir. 22 nömrəli oyuncu Ragif Eyvazov dubl edir hətta. İndi Novruzdan zərbə qapçı. İmran. Riskli oyun və qapçı İmran Məhərrəmov. Xəzər, Ülvi o zərbə indirir, bloklanır bu zərbə. Qapı boş və gol! Hesab 6-1 olur. Beşli oyun sisteminin təbii ki mənfi cəhəti qapısız oynamaqdır və hücumda təzyiqi artırmağa çalışarkən rəqibin bir dəqiq zərbəsi qolla başa çatır. Bugün ötürmə dəqiq deyil, yenə uzaqdan zərbə və yenə də gol! Bu dəfə fərqlənən yenə Elçin İsmailovdur. 82 nömrəli oyuncu növbəti qolunu vurur. PFL komandasının 82 nömrəli oyuncusu Elçin İsmailov yenə boş qapını nişan alır. Əli Həsənzadə çıxır irəliyə. Əlidən zərbə dəqiq deyil. Son saniyələr maçda və belə ilə artıq Azərbaycan Kubokunun bu mövsümki finalı başa çatır əziz tamaşaçılar. Çox maraqlı, bol qollu bir final görüşü izlədik və final komandası əsas qalib komanda, finalın qalibi PFL kollektivi olur.
Araz Naxçıvan 1, PFL 7. Bir qədər sonra mükafatlandırma mərasimi başlayacaq əziz tamaşaçılar. Və PFL komandası Azərbaycan Kubokunun qalibi kimi mükafatlandırılacaq.